Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah. Hər birinizə Allah mütəalın salamı olsun. Allah itaat və ibadətlərinizi inşallah ki, ən ali dərəcədə qəbul eləsin. Demək, Allahın izni ilə inşallah ki, biz ötən mövzularda dua barəsində danışdıq ki, duanın insan həyatında nə qədər müstəsna bir əhəmiyyətə sahib olduğunu dedik və eyni zamanda Allah mütəalın insanları, yəni bəndələrini dua edən halda görmək istədiyini dedik. Amma burada sual meydana çıxır ki, yaxşı, bəs biz hər bir şeyin şərti olduğu kimi duanın da axı şərti var ki, biz onu necə edək ki, qəbul olsun? Dua etməyimizi Allah bizdən istəyir, amma bizdən necə dua etməyimizi istəyir? Qur'an-ı Kərimə diqqət edəndə, Qur'an-ı Kərimdə biz müxtəlif Peyğəmbərlərin dilindən müxtəlif duaları görürük. Məsələn, Həzrəti Əyyub əleyhissalamın dilindən Qur'an-ı Kərimdə bir dua var ki, Həzrəti Əyyub əleyhissalam bütün çətinliklər ki var, sıxıntılar ki var, imtihanlar gəlir, 11 övladını itirir, var dövləti əlindən çıxır, sağlamlığı əlindən gedir. Bütün bunların qarşılığında Allaha belə dua edir. Deyir ki, İlahi, ənni məssəniyyəd-dur və əntə ərhamur rahimin. Mənə çətinlik üz verib, bir sıxıntı üz verib. Və əntə ərhamur rahimin, sən də mehriban olanların ən mehribanısan. Diqqət eləsəz, o boyda çətinlikləri Allahın qarşısında necə sadə şəkildə çatdırır. Yəni, mənə çox sıxıntılar üz verib, doğrudur, amma necə çatdırır? Sadə şəkildə. Mənə çətinlik üz verib. Yəni, biz olsaq, çox cüzi bir sıxıntımızı Allahın qarşısında çox böyük bir şeymiş kimi çatdırırıq. Halbuki o qədər böyük sıxıntılara rəğmən çox sadə şəkildə çatdırır. Demək ki, duanın birinci şərti budur ki, insan Allahdan nəyisə istəyəndə, nəyisə dua edəndə, bəli, Allahdan şövqlə istəsin. Amma onu Allahın qarşısında çox böyük bir şey kimi ifadə eləməsin ki, yəni çox çətindir, ilahi, yəni bundan o tərəfəsi yoxdur, yox. Yəni, ilahi, sənin üçün asandır. Sən mehribanların ən mehribanısan. İndi bir sıxıntı var, bir çətinlik var, mənim istədiyim bir şey ki var, o sənin üçün çox asandır. Sənin üçün çox çətin deyil ki, mənim üçün çətindir. Sənin üçün asandır. Birinci bunu bilməlisən ki, Allah üçün hər bir şey asandır. Dua edəndə bu etiqadın olmalıdır. Bu növ başqa bir duada var, Həzrəti Zəkəriyanın dilindən ki, deyir, Rabbi, lə təzərni fərdən və əntə xayrul varisin. Deyir, ey Rəbbim, məni tək qoyma, yəni mənim varisim yoxdur. Məni tək qoyma və sən varislərin ən yaxşısısan. Düzdür, mənim övladım yoxdur, məndən sonra varisim o olsun. Amma sən də yəni kifayət edərsən, sən varislərin ən yaxşısısan. Amma əvvəl nədir? Deyir, ilahi, məni tək qoyma. Qur'an deyir ki, fəstəcəbnə ləhu, biz onun duasını qəbul elədik. Həzrəti Yəhyanı ona verdikdə, duasını qəbul etdik. Halbuki sadə şəkildə dua elədi. İlahi, məni tək qoyma, sən varislərin ən yaxşısısan. Bir kəlmə ilə, bir cümlə ilə. Yəni, Allaha öz istədiyini çatdırdı, amma doğru şəkildə çatdırdı. Doğru şəkildə çatdırmaq önəmlidir. Və gərək dua edəndə Allahın qadir olduğunu biləsən. Biləsən ki, mən nəyi əgər Allahdan istəyirəmsə, Allah həmin şeyi mənə verməyə qadirdir. Biz bəzən dua eləyirik, amma belə ehtimalla dua eləyirik ki, birdən verər də və yaxud verməz. Belə olmalıdır, verər. Ən yaxşı halda istədiyindən daha yaxşısını verər. Və yaxud istədiyin sənin xeyrinə deyilsə, onu verməz ki, sənin xeyri olan budur ki, onu verməsin. Amma hər bir halda sənə bir xeyir verəcək. Mümkün deyil ki, bir xeyir verməsin. Bir tərəfdən desin, dua elə, bir tərəfdən də heç nə verməsin, mümkün deyil. Ona görə Qur'an deyir ki, İnnəllahu huvər-rəzzaq zul-quvvətil mətin. Deyir, şübhəsiz Allah ruzi verəndir, güc sahibidir, qüvvətlidir. Yəni, Allahı bu cür bilməlisən. Bunu sözdə yox, əməli şəkildə bilməlisən. Bilməlisən ki, Allah güc, qüvvət sahibidir. Bir də Allahın dərgahında gərək dua eləyəndə də ədəbli olasan. Bir şeyi necə istəmək çox önəmlidir. Bir adamdan bir şeyi elə şəkildə istəyə bilər ki, o bizə verməz. Halbuki vermək istəyər. Amma bizim ondan kobud istəməyimiz buna mane olar. Əlbəttə Allah belə deyil, amma Allahdan istəyəndə də gərək mehribanlıqla istəyəsən.
Bizim imamlarımızın münacətlərinə baxın. Allahdan bir şeyi dua eləyəndə, məsələn, Seyfə-i Səccadiyədə İmam Səccadın dualarıdır da. O duaları necə başlayır? Allaha təriflər deyir, həmdlər deyir. Allaha təriflər dedikdən sonra öz istəyini deyir. Yəni, bunun bir ədəbi var. Bir şey istəməmişdən əvvəl bunun bir girişi var. Sonra başqa bir məsələ ondan ibarətdir ki, öz istəyin ki var, onu ki özün üçün istəyirsən. Biz buna bir qədər keçən mövzuda toxunduq, onu başqaları üçün də istə. Bu səbəb olacaq ki, sənin nəyi ki istəyirsən, o sənin üçün tez həyata keçəcək. İmam Sadiq əleyhissalam buyurur ki, "Əhibbu lin-nas ma tuhibbuna li anfusikum." Özün üçün istədiyini insanlar üçün də istə. Bu səbəb olacaq ki, Allah görəcək ki, sən bu qədər sənin qəlbin mehribanlıq halındadır ki, təkcə özünü istəmirsən. Allahın mənəmçi və yaxud belə desək, fərdiyyətçi, yalnız özünü düşünən insanlardan xoşu gəlmir. Nəyi ki, özün üçün xeyirli hesab edirsən, onu qohum üçün də istə, qonşu üçün də istə, başqaları üçün də istə. Bu səbəb olacaq ki, sənin istədiyin şey sənə tez verilsin. Bu ona səbəb olacaq. Və dua eləyəndə bunu nəzərdə saxla ki, rahat olan vaxtı çox dua elə. İmam Sadiq əleyhissalam buyururdu ki, "Mən sərrahu an yustəcəbə ləhu fi'ş-şiddəti fəlyuksir-dua fi'r-rəxa." Deyir, hər kəs çətinlik zamanı onun duasına cavab verilməsini istəyirsə, asanlıq vaxtı çox dua eləsin. O vaxt ki, hələ ona çətinlik üz verməyib, rahatdır, asandır onun halı. Hələ bir çətinlik üz verməyib. O vaxtda Allaha çox dua eləsin. Bu da vacibdir. Və Allah insandan istəyir ki, insan qəlbini qorusun. Allah qəflət halında olan qəlbdən çıxan dualara etina eləməz. İmam buyururdu ki, həqiqətən də Allah qəflətli qəlblə edilən duaya cavab verməz. Buna görə də dua etdikdə kimsə yəqin dua edir. Peyğəmbər və ali Peyğəmbərə bir salavat etsən edək. Deyir, buna görə də dua etdikdə qəlbinə diqqət yetir. Daha sonra isə cavab veriləcəyinə inan. Sənin duana cavab veriləcəyinə inamın da olmalıdır ya. İnam çox önəmlidir. İmam bu qədər önəmlidir ki, İmam buyururdu ki, "İzə dəvətə fəəqbil bi qalbik və zunna hacətəkə bil bab." Deyirdi ki, dua eləyəndə qəlbinlə dua elə, qəlbinlə üz gətir. Və hacətinin evinin qapısının kənarında olduğunu, bilbab, evinin qapısının yanında olduğunu təsəvvür elə. Elə təsəvvür elə ki, mən bunu istəyirəm. Bu elə bir qapının ağzındadır. Mən istəyəcəm, verəcəklər mənə. Yəni, bu qədər inan. İnan çox önəmlidir ki, inanmağın çox önəmlidir. Və bundan da əlavə olaraq bilməlisən ki, bu şərtlər ki var duanı etdiyin zaman, Allah səni hər bir zaman öz nəzərində saxlayır. Allahın nəzərindən qıraqda deyilsən. Sənin bütün istəklərin Allahın nəzərindədir. Və əgər sənə istəmək imkanı veribsə, sənə dua etmək imkanı veribsə, mütləq ki, bu duanı həyata keçirəcək deyə verib. Və yaxud bu duadan daha yaxşısını verəcək deyə sənə bu imkanı verib. Bir tərəfdən bir nəfər desin ki, sizə gəl filan şeyi sənə verərəm, gedəsən qapısına verməsin, bu mümkün deyil ki. Bir Peyğəmbər və ali Peyğəmbərə bir dəfə də salavat etsən. Ona görə Allaha inamın tam olmalıdır, etiqadın tam olmalıdır. Bəzən bizim dualarımız ona görə həyata keçmir ki, biz bir tərəfdən istəyəndə, o biri tərəfdən bizim etiqadımız tam olmur. Ehtimalla dua edirik. Belə olmalı deyil. Allahdan elə şövqlə istəməlisən ki, bu qapıdan çıxandan sonra sənə verəcək. Yəni, dua etmək vacib olduğu kimi, düzgün şəkildə dua etmək, Allahdan doğru şəkildə istəmək də bir o qədər önəmlidir. Allah Müteal'dan istəyir ki, Allah Müteal bizi doğru şəkildə dua eləyə bilən bəndələrindən qərar versin inşallah. Allah Müteal'dan istəyir ki, Allah Müteal bizi öz gözümüzdə kiçiltməmiş başqalarının gözündə ucaltmasın inşallah. Allah Müteal'dan istəyir ki, Allah Müteal övladı olmayanlara salih övlad nəsib eləsin inşallah. İtaat və ibadətlərimizin qəbulu üçün, zamanənin, imanın salamatlığı üçün Peyğəmbər və ali Peyğəmbərə salavat etsən eləyək.